Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün iyun ayının 19-u, həftənin cümə axşamı günüdür və son dəqiqə bir xəbərimiz var, onu diqqətinizi çatdırırıq. Mikhail Saakashvilidən, Gürcüstanın sabiq prezidentindən maraqlı açıqlamaları var. O deyib ki, artıq 3-cü dünya müharibəsi başlayıb. Onun əsas əlamətləri təkcə Ukrayna və yaxın şərqdəki müharibələr deyil, həm də daha açıq şəkildə mövcud beynəlxalq qaydalara əsaslanan nizamın sona çatmasıdır. News 365 saytının xəbərinə görə bunu sosial şəbəkədə Gürcüstanın keçmiş prezidenti Mikhail Saakashvili deyib. Köhnə beynəlxalq hüquq ciddi şəkildə zəiflədilib. Ola bilsin ki, haqlı çıxsın. Bu da dünyada çoxsaylı hərbi münaqişələrə gətirib çıxaracaq. Bu yeni reallıq kiçik və zəif ölkələr üçün ciddi təhlükə yaradır və dünya iqtisadiyyatına ciddi zərbələr vurur. Çin artıq bu yeni dünyanın bir hissəsinə çevrilib və yaxın aylarda daha da fəallaşacaq. Birləşmiş Ştatlar öz mövqeyini yenidən nəzərdən keçirməli olacaq. Çünki dünya cəhənnəmə gedərkən o sakit dayana bilməz deyə Saakashvili açıqlamasında yazıb.